Salam əziz tələbələr, mən Master nömrə 1 Tədris Mərkəzinin İngilis dili müəllimi Aysel Heydarova. Bugün sizlərlə 30 mart tarixində kursumuzda keçirilmiş ümumi sınaq imtahanı üçün İngilis dili fənnindən suallarına baxacağıq. Bildiyiniz kimi ilk 5 sualımız dinləmə suallarıdır. Dinləmə suallarına baxmadan əvvəl gəlin birinci dinləməyə qulaq asaq təkrar və dinləmənin hazır transkript versiyamız var, yəni yazılı versiyası. Gəlin dinləməyə qulaq asarsa həm də eyni zamanda yazılı formasına baxaq, görək ki, əslində bizə nə deyirmiş dinləmədə. Good afternoon. Can I help you? Yes, please. I'm looking to buy a 3D printer, but I need some help. Sure. Well, we have two different ones for sale. We order them direct from our supplier. Let me tell you about the first one. Okay, that sounds good. This one is the M2. The company that makes it is based in the US. It's the highest quality 3D printer money can buy. It has a strong metal frame that weighs 12.7 kilograms, and it can print layers thinner than a piece of paper. And how fast does it print? Oh, it's very fast. It can print between 80 and 200 millimeters a second. That sounds amazing. Is it expensive? Well, a new one will cost $1,475, but actually, that's good value. And what about the other 3D printer you sell? Okay, well, this one is the HD2. It's also made in the US. This one weighs 18 kilograms and can print in two colors or two different materials at the same time. Really? What else can it do? Well, it's quite special because you can print larger parts, and it's one of the fastest 3D printers available too. Its maximum speed is 400 millimeters a second. Really? And how much does it cost? This one will cost you $2,995. I think I'll have to think about this a bit. What are your opening hours for the rest of the week? 9 a.m. to 6 p.m., Monday to Saturday, and 10 a.m. to 4 p.m. on Sundays. We also have a website if that's easier for you. That sounds like a good idea. İndi isə gəlin suallarımıza baxaq. Birinci sualda bizdən satıcının haqqında danışdığı ilk printer haqqında soruşur. Bu cümləmi tamamlamalıyıq və cümləmizdə bizə deyilir ki, satıcının haqqında danışdığı ilk 3D printer, bunun indi ardını biz tamamlamalıyıq. Gəlin baxaq. İlk 3D printer haqqında bizə nələr deyilmişdi? İlk 3D printer haqqında bizə deyildi ki, adı M2 olaraq keçirdi. US-də yaradılıb, onu yaradan şirkət US-dədir. Pulun ala biləcəyi ən yüksək keyfiyyətli 3D printerdir. Güclü metal çərçivəsi var 12.7 kiloqram çəkisində və kağızdan da incə hissələr çap edə bilir. Sürəti də 80-200 mm-dir saniyədə və qiyməti də $1475. Deməli, birinci ilə bağlı bildiyimiz çəkisi 12.7 kiloqram, sürəti 80-200 mm saniyə və qiyməti 1475. Gəlin baxaq. A variantında deyir ki, çəkisi 18 kiloqramdır və iki müxtəlif rəngdə çap edə bilir. B variantında deyir ki, eyni anda iki müxtəlif materialı çap edə bilir. Biz sanki belə bir şey eşitdik dinləmədə və yaxud da gördük. Gəlin baxaq, belə bir şey bəli eşitmişik, görmüşük, amma bunu ikinci printerlə bağlı deyir. Oğlan ondan digər printeri soruşanda cavabında H2 deyə ikinci bir printeri deyir. O da US-də yaradılıb və onun çəkisi 18 kiloqramdır. İki müxtəlif rəngi çap edə bilir, eyni anda iki materialı çap edə bilir. Bunlar hamısı qiymətinin $2995 olması, sürətinin 400 saniyədə 400 mm olması ikinci printerə aiddir. Yəni biz A-dakı, B-dəki, hətta C variantına deyir ki, qiyməti $2000-dan yuxarıdır, $2000-dan çoxdur. Bunlar hamısı ikinci printerə aid olan variantlardır. Bu birinci printerimizin də qiyməti $1475 idi, qiyməti $2000-dan yuxarı deyil. D variantında deyir ki, çox da yaxşı keyfiyyəti yoxdur. Amma bizə nə dedi? Dedi ki, pulun ala biləcəyi
highest quality, ən yüksək keyfiyyətli printerlərdən biridir. Deməli, bu da səhvdir. Y variantında deyir ki, onun sürəti saniyədə 80-200 mm-dir. Bəli, ikinci printerin sürəti 400 mm idi saniyədə, bununki isə saniyədə 80-200 mm idi. Düzgün cavabımız olur Y variantı. İkinci sualda. Suala cavab verməyimizi istəyir dinləməyə. Əsasən sualda isə bizdən soruşur ki, satıcı niyə ikinci printeri special, yəni özəl hesab edir? Niyə ikincini özəl hesab edir? Gəlin baxaq o specialı bizə harda deyib. İkinci printerdən danışanda deyir ki, it's quite special, olduqca özəldir. Niyə? Because you can print larger parts and it's one of the fastest H2 printers available too. Çünki böyük hissələr çap edə bilərsən sən onunla və mövcud olan ən sürətli 3D printerlərdən biridir. Çox sürətlidir və böyük hissələr çap edir. Bu da bizə baxsaz D variantında qeyd olunub ki, it can print larger parts, it's one of the fastest 3D printers. A-da deyir ki, qiyməti hər kəs üçün uyğundur, amma onun qiyməti $2995 idi. Bu hər kəs üçün uyğun olmaya bilər. B variantında deyir ki, metal çərçivəsi var, çəkisi 12,7 kiloqram olan. Bu birinci printerə aid idi. Birinci printerdə çəkisi 12,7 kiloqram olan metal çərçivə var idi, amma bunun çəkisi 18 kiloqram idi. C variantında deyir ki, onun çəkisi birincinin çəkisindən daha ağırdır. Bəli, bu düzgün cümlədir. Bunun çəkisi 18 idi, birincininki 12,7 idi, ağır idi. Amma special olması üçün, bunun özəl olması üçün səbəb çəkisi deyil daxı, satıcı çəkisinə görə özəldir demədi daxı. Özəlliyinin səbəbi böyük hissələri çap etməsi və çox sürətli olması idi. Y variantında deyir ki, birincidən daha ucuzdur. Tam əksinə birincinin qiyməti 1475 idi, ikincinin isə 2995 idi. Üçüncü sualda düzgün mülahizəni seçməliyik. Yenə A variantında deyir ki, hər gün every day babına fokuslanmalısınız. Hər gün mağazanın açıq olma saatları 9-dan 6-yadır. Amma orada həftənin günlərini saydı axı bizə. Dedi ki, Monday to Saturday. Birinci gündən 6-cı günə 9-dan 6-yadır, bəli. Amma bazar günləri saat 10-dan 4-ə qədər açıq olur. Deməli, hər gün 9-dan 6-ya deyil, bazar günü istisnadır. Ona görə A variantı səhvdir. B variantında deyir ki, bazar günləri həmin o satış şöbəsi, mağaza bağlı olur. Amma bağlı olmur axı, dedi 10-dan 4-ə qədər açıq olur. Ona görə səhvdir. C variantında deyir ki, hər iki printerin qiyməti $2000 azdır. Birincinin qiyməti bəli 1475 idi, amma ikincinin qiyməti 2995 idi, axı $2000-dan yuxarı idi. Ona görə səhvdir. D variantında HD2, yəni ikinci danışdığı printerin adı idi bu HD2. Onun maksimum sürəti saniyədə 400 mm idi. Bəli. Birincininki saniyədə 80-200 mm arası idi. İkincinin maximum speed is 400 mm a second. Deməli, bu düzgün cavabdır. Y variantında M2, yəni birinci danışdığı printerin güclü metal çərçivəsi var 18 kiloqram çəkisində. 18 deyil daxı bunun çərçivəsi. 18 ikincidir. Birincinin çəkisi 12,7 kiloqram idi. Ona görə səhvdir. Dördüncüdə, hansı sualın mətndə cavabı var? A variantında qeyd olunur ki, bazar günləri mağazanın açıq olduğu saatlar hansılardır? Bazar günləri deyildi ki, saat 10-dan 3-ə qədər, 10-dan 4-ə qədər mağaza açıq olur. Deməli, bunun cavabı var. B-də həmin satış şöbəsi nə adlanır? Mağazanın adını soruşur bizdən. Deyilmədi. İkinci əl M2-nin qiyməti. M2-nin qiyməti bizə deyilir. Deyilir ki, a new one will cost $1475. Yenisi $1475'dır. Bu isə soruşur ki, ikinci əli neçəyədir? İkinci əl orada deyilməmişdi heç. D variantında HD2, yəni haqqında danışdığı ikinci printer ilk dəfə nə vaxt yaradılıb? Yaranma tarixini soruşur oradan və biz dinləmədə heç bir il, tarix eşitmədik. Y variantında isə dediyi web saytın adı nə idi? Orada dedi ki, oğlan ən sonunda satıcı deyir ki, we also have a website if that's easier for you. Əgər sənin üçün asan olacaqsa, bizim web saytımız da var. Amma o web saytın adı nədir? O deyilmədi bizə. Beşincidə, diyaloqdan aydındır ki,
A variantında qeyd edilir ki, hər iki 3D printer US-də yaradılıb. Bəli. Baxın. Birincidən danışanda deyir ki, the company that makes it is based in the US. Onu hazırlayan şirkət US-dədir. Və ikincini də danışanda deyir ki, it's also made in the US. O da US-də hazırlanır. Also-dan da bilinir ki, elə deməli birinci də US-dədir ki, bu deyir ki, bu da həmçinin US-də hazırlanıb. Deməli, düzgün cavabımız olur A variantı. B variantında adı çəkilən ikinci printerin qiyməti $1475. İkincinin yox, birincinin qiyməti 1475 idi. İkinci 2995 idi. Birinci printer ən sürətli printerdir. Birincinin sürəti nə qədər idi? 80-200 mm idi. İkincinin sürəti isə 400 mm idi. Yəni birincisi ən sürətlisi ola bilməz axı, ikinci bundan daha sürətlidir. D-də deyir ki, birinci printer ikincidən daha ağırdır. Birincinin çəkisi 12,7 kiloqram idi. İkincinin çəkisi 18 idi. Yəni birinci ikincidən yüngüldür. Y variantında müştəri ikincini dərhal almağa qərar verir. Advance dərhal deməkdir. Dərhal almağa qərar verir, amma müştəri qərar vermirdi. İkincinin qiymətini öyrənəndən sonraki $2995'dır. Deyir ki, I think I'll have to think about this a bit. Məncə mən bunun haqqında biraz düşünməliyəm hələ. Deməli, dərhal almağa qərar verməmişdi. Bu oldu dinləmə suallarımız. İndi bildiyiniz kimi 2 dənə mətnimiz var, 2 readingimiz var, hərəsində 5 sual olmaqla. Gəlin birinci mətnləri bərabər oxuyaq, suallarına daha sonra baxaq. When the Mona Lisa was stolen from Louvre in Paris in 1911, it caused a sensation and left the art world and police puzzled as to how it had been taken and who had carried out the crime. 1911-də Parisdə Louvre-dan Mona Lisa oğurlananda bu bir sensasiyaya səbəb oldu və cinayətin necə baş verməsi və cinayətin kim tərəfindən törədilməsi ilə bağlı həm incəsənət dünyasını, həm də polisi çaşqın buraxdı. It also helped to make the work of art probably the most famous painting in the world. Bu həmçinin həmin incəsənət əsərinin böyük ehtimal ki, dünyadakı ən məşhur rəsm əsəri olmasına kömək etdi. At first, the police suspected the artist who didn't like the classical works of art of carrying out the crime. Birinci, polis klassik incəsənət əsərlərini sevməyən rəssamların cinayəti törətdiyindən şübhələndi. The poet Apollinaire was arrested and questioned for a few days. Şair Apollinaire həbs olundu və bir neçə gün sorğulandı. Even the great Pablo Picasso was thought by some to be guilty. Hətta dahi Pablo Picasso'nun belə bəziləri tərəfindən günahkar olduğu düşünüldü. However, the true thief was an Italian man named Vincenzo Perugia. Lakin əsl oğru Vincenzo Perugia adlı İtalyan bir kişi idi. He had a criminal record and had found work in Louvre for a time. Onun kriminal qeydi var idi, keçmişi var idi və həmin vaxtı bir müddətliyinə Louvre-da iş tapmışdı. On the day the crime took place, he entered the museum along with other museum employees wearing the same white smock. Cinayətin baş verdiyi gün o, digər muzey işçiləri ilə birlikdə eyni ağ önlüyü geyərək muzeyə daxil oldu. He waited until there was nobody in the gallery. Qaleriyada heç kim qalmayana qədər o gözlədi. He then took the painting off the wall and left the building with the work of art wrapped in his white smock. O daha sonra rəsmi divardan çıxardı, ağ önlüyünə bükülmüş şəkildə, wrap bükülmək, örtülmək deməkdir, ağ önlüyünə bükülmüş şəkildə rəsmi binadan çıxardı. Perugia kept the painting for 2 years in his Paris apartment before eventually contacting an Italian art dealer offering to return the painting to Florence for a reward. Perugia nəhayət İtalyan incəsənət ticarətçisi ilə, taciri ilə əlaqə saxlayıb rəsmi bir mükafat üçün Floransaya qaytarmağı təklif etmədən öncə onu Parisdəki evində 2 il saxlamışdı. He said that he was doing his duty as a proud Italian. O deyirdi ki, o qürurlu bir İtalyan olaraq öz vəzifəsini icra edirdi. He argued he was returning the painting to its rightful home. O deyirdi ki, o rəsmi öz əsl evinə qaytarır, rəsmin öz evinə qaytarır, əsl evinə. He was finally arrested after passing the painting to the dealer.
O nəhayət rəsmi ticarətçiyə ötürdükdən sonra həbs olundu. However, many Italians saw his actions as a national hero. Lakin bir çox İtalyanlar onun hərəkətlərini əsl qəhrəman kimi gördülər. Because of this, he only went to prison for a short while. Buna görə də o yalnız qısa bir müddətliyə həbsə getdi. The painting was indeed shown off around Italy before it was eventually returned to Paris and the Louvre. Rəsm nəhayət ki Parisə və Louvre-a qaytarılmadan öncə İtaliyanın ətrafında həqiqətən də nümayiş olundu. Previously, the painting had been admired by experts. Əvvəllər rəsmə ekspertlər heyran idi. However, after being stolen and finally returned, it became more well-known, its popularity grew, and as we know now, made the Mona Lisa smile famous around the world. Lakin o uğurlanıb nəhayət geri qaytarıldıqdan sonra daha da şöhrətləndi, onun şöhrəti böyüdü və bugün bizim də bildiyimiz kimi Mona Lisa təbəssümünü bütün dünyada məşhur etdi. Gəlin indi suallara baxaq. 6-cı sual, bilirsiniz ki, true false sualıdır. Hər iki mətnin ilk sualı true false sualıdır. Burada bizə verilmiş cümlələrin doğru ya da səhv olduğunu qeyd etməliyik. Birinci sualda, theft of Mona Lisa made it more famous in the world. Mona Lisa'nın oğurlanması, theft oğru deyil, oğurlanmadır. Mona Lisa'nın oğurlanması onu dünyada daha məşhur etdi. Elə mətnimizin ən sonuncu cümləsində də deyilir ki, əvvəllər də ona ekspertlər heyran idi, amma oğurlanıb geri qaytarıldıqdan sonra şöhrəti daha da artdı, bütün dünyada məşhur oldu. Və yaxud da birinci abzasın sonuncu cümləsində də deyir ki, onun oğurlanması bu şəkli dünyadakı ən məşhur şəklə çevirdi, kömək etdi. Yəni bu düzdür. 6.2'də After being stolen, the Mona Lisa was never returned to Louvre. Uğurlandıqdan sonra Mona Lisa heç vaxt Louvre-a qaytarılmadı. Heç vaxt qaytarılmadı, lakin biz dedik ki, qaytarıldı. İtaliyada nümayiş olunur, daha sonra eventually return to Paris and the Louvre. Nəhayət Parisə Louvre qaytarılır. Many Italians saw Perugia as a hero for his actions. Bir çox İtalyanlar Perugianı hərəkətlərinə görə qəhrəman olaraq gördülər. Mətndə national hero olaraq yazıb. Bir çox İtalyan onu milli qəhrəman olaraq gördülər, onun hərəkətlərini. Millinin buradan çıxarılması, national sözünün ixtisar olması cümlənin mənasını dəyişmir. Mətndə deyir ki, onu milli qəhrəman olaraq gördülər, sualda da deyir ki, onu qəhrəman olaraq gördülər hərəkətlərinə görə. Yəni düzdür. 6.4'də Painting was kept in Perugia's Paris apartment for a couple of years. A couple of bir cüt deməkdir. Bir cüt isə 2-yə bərabər olur. Yəni a couple of sözünü görəndə hər dəfə bunu 2 ilə əvəz edə bilərsiniz. Deməli, həmin rəsm Perugia'nın Parisdəki evində 2 il saxlanmışdı. A couple of years və yaxud da 2 years deyə bilərsiniz siz buna. Və mətndə də bu 2 years olaraq yazılmış ki, Perugia kept the painting for 2 years in his Paris apartment. Burada 2 years olaraq yazıb, mətndə isə, sualda isə a couple of bir cüt, yəni 2 il deməkdir. Yəni bu yenə də düzgün olur. 7-ci sualda. Mətnə əsasən bu sualı cavablamamızı istəyir və sualda bizdən soruşur ki, what was Perugia's intention in stealing the painting? Rəsmi oğurlamaqda Perugia'nın məqsədi nə idi? Məqsədi nə idi uşaqlar? Deməli, o qeyd edirdi ki, he said that he was doing his duty as a proud Italian. He argued he was returning the painting to its rightful home. O deyirdi ki, o qürurlu bir İtalyan olaraq vəzifəsini icra edir. Vəzifə olaraq da özünə nə görürdü? O deyirdi ki, həmin rəsmi its rightful home onun öz evinə, əsl evinə qaytarır. İtaliyaya qaytarmaq istəyirdi Parisdən götürüb. Məqsədi bu idi. A variantında deyir ki, onu sataraq varlanmağa çalışırdı. O, bəli, bir tacirlə əlaqə saxlayıb ona təklif etmişdi ötürməyi, amma məqsəd varlanmaq deyildi. Məqsəd varlanmaq olsa digər əsərləri də uğurlaya bilərdi. Onun məqsədi həmin rəsmi öz vətəninə qaytarmaq idi. B variantında o rəsmi özünə saxlamaq istəyirdi. Əgər özünə saxlamaq istəsə, orada bir İtalyan incəsənət taciri ilə əlaqə saxlayır axı, onu ötürməyə çalışır. Hətta ötürdükdən sonra həbs olunur dedik. Deməli, məqsədi özünə saxlamaq olmayıb. C variantında recruited by other Italians, yəni digər İtalyanlar tərəfindən işə alınmışdı ki, bunu etsin.
O muzeydə işə düzəlmişdi və bunu öz-özünə vəzifə olaraq görür ki, mən İtalyan olaraq vəzifəmi icra edirəm. Bu rəsmi öz ölkəmə, öz vətəninə qaytarıram. Lakin onu heç kim işə almamışdı ki, o bunu etsin. Yəni kimsə ona bunun qarşılığında bir pul verməmişdi ki, bunu etsin. Bunu özü edirdi şuurlu şəkildə. Sadəcə digər İtalyanlar da bunun bu hərəkətindən xoşlarına gəlmişdi. Qəhrəman olaraq elan etmişdilər onu. D variantında o rəsmin əsl yerinə qayıtmağını istəyirdi. Mətndə rightful home yazılmışdı. Əsl vətəninə, əsl evinə. Burada da real place olaraq əvəzləyib mətnin rəsmin əsl evinə qaytarılmasını istəyirdi. O məqsədlə etmişdi. Y variantında isə o deyirdi ki, o bunu şuursuz şəkildə, unconsciously, yəni huşu üstündə olmayıb, şuuru, ağlı üstündə olmayıb, bilmədən edib bunu. Xeyr, o bilinçli şəkildə etmişdi və hətta qürur da duyurdu hərəkətindən. 8-də Vincenzo Perugia was finally arrested. Bu cümləni tamamlamalıyıq. Vincenzo Perugia nəhayət həbs olundu. A variantında deyir ki, rəsmi tacirə vermədən əvvəl. Amma mətndə nə qeyd olunurdu? He was finally arrested after passing the painting to the dealer. Rəsmi tacirə verdikdən, ötürdükdən sonra həbs olunmuşdu. B variantında qeyd edilir ki, uzun müddət həbsə getdi. Həbs olundu və uzun müddət həbsdə qaldı. Lakin İtalyanlar onu qəhrəman olaraq gördüyünə görə, because of this, buna görə də he only went to prison for a short while. Qısa müddətliyinə getmişdi həbsə. Burada isə long period deyir, ona görə səhvdir. C variantında deyir ki, Vincenzo Perugia sonunda həbs olundu rəsmi Louvre-a qaytardığına görə. Rəsmi Louvre-a qaytardığına görə həbs olunmamışdı. Əksinə rəsmi o Louvre-dan oğurlamışdı, İtaliyaya aparmışdı. Yəni İtaliyaya aparmağa çalışırdı. Məqsədi İtaliyaya aparmaq idi onun. Rəsmi Louvre-a qaytardığına görə həbs olunmamışdı. Rəsmi bunu həbs edib, rəsmi bundan alıb Louvre-a özləri qaytarmışdılar. Ona görə bu da səhvdir. D variantında lakin bir çox İtalyan onu qəhrəman olaraq görürdülər. Bəli, biz yuxarıda da özümüz qeyd etdik ki, o həbs olunurdu. Lakin İtalyanlar onun bu hərəkətini bir milli qəhrəman olaraq görürlər. Deməli, D variantı düzdür. Y variantında isə deyir ki, ona böyük bir miqdarda pul cəzası olundu. Amma orada mətndə pul cəzası deyilməyib. Sadəcə həbsə gedib deyir. Qısa müddət həbsə gedib. Pul cəzası söhbəti olmayıb. 9-da wrap sözünün mənasını istəyir. Wrapped bükülmüş, sarılmış, nəyinənsə örtülmüş deməkdir. A variantında hər hansı bir sərgidə, muzeydə nümayiş olunan deməkdir. Wrap-in nümayişlə əlaqəsi yoxdur. Nəyisə götürüb özünüzlə büksəz, bu wrap-dir. Muzeylə, sərgi ilə əlaqəsi yoxdur. Bu variantında bir çox daxili hissələrdən, elementlərdən ibarət olan wrap daxili hissələr demək deyil. Hər hansı bir şeyi götürüb bir dəsmala bir şeyə büksəz, o olur wrapped. C variantında asanlıqla başa düşülən, asanlıqla qavranan, D variantında dramatik, göz alıcı bir şəkildə gözəl olan, Y variantında deyir ki, bir kağızla və yaxud da hər hansı yumşaq bir materialla örtülmüş, bağlanmış. Budur, bükülmüş sözünün izahı. 10-da hansı sualın mətndə cavabı var? Birincidə soruşur ki, Mona Lisa'nın uğurlanmasında kimin günahkar olduğu düşünülürdü? Picasso'nun. Bir şair Apollinaire həbs etmişdi polislər, ondan şübhələnmişdi, sorğulamışdı bir neçə gün. Hətta deyirdi, böyük dahi Pablo Picasso'nun belə günahkar olduğu düşünülürdü bəzi insanlar tərəfindən. Deməli, birin cavabı var. İkincidə, Perugia rəsmi Parisdəki evində nə qədər müddət saxladı? How long nə qədər müddət deməkdir? When nə vaxt saxladıdır? How long nə qədər müddət saxladı? Biz bayaq True False-da da özümüz dedik ki, a couple of years, yəni 2 il saxlamışdı. Mətndə də qeyd olunmuşdu ki, 2 il saxlayıb. Üçüncüdə, Perugia həbsdə neçə il keçirdi? How many years deyirsə, bu sizdən rəqəm istəyir, ədəd istəyir. Mütləq şəkildə mətndə buna artıq many, much, few, little kimi cavablar verə bilməzsiniz. Buna konkret olaraq rəqəmlə, ədədlə cavab verməlisiniz. Amma bizə
Mətndə deyir ki, he went to prison for a short while. Qısa müddətlik həbsə getdi. Neçə ildir bu qısa müddət? 1 il mi gedib, 2 il mi gedib onu bilmirik. Ona görə bunun cavabı yoxdur. Dördüncüdən, Parisianın əlaqə saxladığı tacirin adı nə idi? Baxın mətndə heç bir ad yoxdur. Sadəcə deyir ki, İtalyan bir dealer tapır, İtalyan bir tacir tapır, incəsənət taciri tapır, onunla əlaqə saxlayır. Amma tacirin adı nə idi? Həmin o ticarətçinin, alverçinin adı nə idi? O bizə deyilməyib. Beşincidə, Apollinaire həbsdə neçə gün keçirdi? Dəqiq özdə soruşur, exactly. Dəqiq neçə gün keçirdi həbs olunmuş şəkildə. Orada da bizə for a few days deyilmişdi. Was arrested and questioned for a few days. Bir neçə gün sorğulandı. Bu isə bizə deyir ki, dəqiq neçə gün. Yəni ümumiyyətlə sizdən how many, how much deyiləndə sizə mütləq şəkildə rəqəm lazımdır, ədəd lazımdır. A few ilə cavab verə bilməzsiniz ona. Deməli 5-in də cavabı yoxdur mətnimizdə. İndi isə keçək ikinci mətnimizə. Deməli, fish and chips. The meal the UK is probably best known for around the world. Balıq və chips. Birləşmiş Krallığın bütün dünyada uğrunda ən çox tanındığı yemək. It's unlikely you'll find many small towns or villages up and down the country that don't have a fish and chips shop on the corner. Ölkənin aşağı və yaxud da yuxarı hissələrində balıq və chips mağazaları olmayan şəhərlər və yaxud da balaca kəndlər tapmağınız mümkün deyil. However, neither fried fish nor chips were first eaten in the UK. Lakin nə qızardılmış balıq, nə də chips ilk dəfə Birləşmiş Krallıqda yeyilməyib. It's believed that fried fish covered in flour was brought into the country by Jewish visitors from Spain and Portugal in the early 18th. Buna inanılır ki, una bulanmış qızardılmış balıq ölkəyə 1800-cü illərin əvvəllərində İspaniyadan və Portuqaliyadan gələn Yəhudi səyyahlar tərəfindən gətirilib. Chips are also believed to have come from elsewhere, either France or Belgium. Chipsin də başqa bir yerdən, ya Fransadan ya da Belçikadan gəldiyinə inanılır. It's difficult to say for sure which of these two countries started frying potatoes first, as to begin with, this was street food sold as fast food snacks to poorer people. Lakin bu iki ölkədən hansının ilk dəfə kartof qızartmağa başladığını demək çətindir. Çünki bu ilk dəfə küçədə kasıb insanlara satılan fast food atışdırmalığı olaraq satılırdı. Because of this, there is nothing to show where the practice actually began. Buna görə də bunun ilk dəfə necə başladığını göstərmək mümkün deyil. Göstərəcək bir şey yoxdur. Experts are also not sure where fish and chips were first sold together in the UK. Ekspertlər də balıq və chipsin Birləşmiş Krallıqda ilk dəfə harada satıldığından əmin deyillər. Some believe the prize should go to a man called Joseph Malin who opened the shop in London around 1860s. Bəziləri inanırlar ki, mükafat 1860-cı ildə Londonda mağaza açan Joseph Malin adlı bir kişiyə getməlidir. His family started by selling fried potatoes and then later added fish to the menu. Onun ailəsi kartof sataraq başlamışdı, lakin daha sonra menüyə balıq da əlavə etdi. However, others believe first prize should go to someone called John Lees. Lakin digərləri də inanırlar ki, ilk mükafat John Lees adlı birinə getməlidir. Records show that he was also selling fish and chips around the 1860s in a market in Lancashire in north of England. Qeydlər göstərir ki, o da İngiltərənin şimalında Lancashire'da bir marketdə 1860-cı illərdə balıq və chips satırdı. Some say that the custom started in order to save money. Bəziləri deyirlər ki, bu adət pulu saxlamaq üçün, pulu biraz az istifadə etmək üçün başlamışdı. However, shops doing this were told to stop for reasons of people's health. Lakin bunu edən mağazalara insanların sağlamlığı səbəblərindən dayanması deyilmişdi.
Yəni bunu etməməsi, dayandırılması deyilmişdi. Newspapers could only be used if the food was wrapped in more hygienic paper first. Əgər qida ilk öncə daha gigiyenik bir vərəqə bükülsəydi, o halda qəzetlər istifadə oluna bilərdi. Deməli, burada mən tərcüməni dayandırıb bir nüansa toxunmaq istəyirəm. Görürsünüz ki, bu abzasın əvvəlində nöqtələr qoyulub. Ümumiyyətlə, mətniniz abzaslar şəklində nömrələnibsə, bilin ki, həmişə bu sualınız olacaq sizin. Və nöqtələr qoyulub. Bura mən uyğun cümləni yazmalıyam. Gəlin bu suala baxaq. Birinci, 12-ci sual. Baxın, bizə deyir ki, 4-cü abzası hansı cümlə başlada bilər? Və 4-cü abzasdakı cümlələrin hamısı mətnlə əlaqədar olan cümlələr olacaq. Hamısı düzgünmüş kimi gələ də bilər sizə. Lakin siz elə bir cümləni seçməlisiniz ki, bura gətirib mən o cümləni yazanda arxasıca gələn cümlələr onunla əlaqəli olsun. İndi arxasıca nə dedi bizə? Deyir ki, bəziləri deyirlər ki, bu adət pulu saxlamaq üçün, pullarını qorumaq üçün başlamışdı. Nədir bu adət? Deyir ki, lakin insanların sağlamlığına görə tapşırdılar mağazaları ki, dayandırın, bunu etməyin. Və əgər qidanı əvvəlcə daha gigiyenik vərəqə büksələr, onda qəzet istifadə edə bilərlər. Deməli, burada nəydən söhbət gedir? Qidanın qəzetə bükülməsindən söhbət gedir. Ki, pullarını saxlamaq üçün qəzetə bükürdülər və insanların sağlamlığına görə deyirlər ki, etməyin, bunu dayandırın. Əgər daha gigiyenik bir vərəqə bükülsə, bu halda qəzetdən istifadə oluna bilər. Üstündən tezdən qəzetlə bükülə bilər deyir. Gəlin indi buna uyğun cümləni tapaq. A-da deyir ki, elə düzgün cavabımız A-dır. 1980-lərə qədər götürülüb aparılan yeməklər was served wrapped in old newspapers. Köhnə qəzetlərə bükülmüş şəkildə verilirdi. Yeməyi götürüb aparırsansa, alıb aparırsansa, onu köhnə qəzetə büküb verirdilər və bəli, arxasıca deyir ki, bu adət pulu qorumaq üçün edilirdi və sonra insanların sağlamlığına görə bunu dayandırdılar. Əgər birinci gigiyenik vərəqə büksələr, ondan sonra üstündən köhnə qəzetə bükmək olardı. Düzgün cavabımız budur. Bu yerdə deyir ki, Birləşmiş Krallıqda balıq və çips mağazaları qəzetlərdə reklam olunur. Okey, yenə qəzetdən söhbət gedir, qəzetdə reklam olunur. Sonra deyir ki, insanların sağlamlığına görə mağazalara bunu dayandırması deyildi. Bu qəzetdə reklam olunması insanların sağlamlığına nə kimi təsir eləyəcək? Və yaxud da daha sonra onu gigiyenik vərəqə bükməyin bura nə dəxli var? C variantında deyir ki, balıq və çips ucuzu idi, ona görə hər kəs üçün qiyməti uyğun idi. Okey, sonra deyirik ki, insanların sağlamlığına görə mağazalara dedilər ki, bunu dayandırın. Nəyi? Balıq və çips satmağı. Bəs arxasıca deyir ki, gigiyenik vərəqə bükülsə olar. Yenə uyğun gəlmir. D variantında deyir ki, ilk dəfə balıq və çips trendini başladan, dəbini başladan insan hələ də bilinmir. Y variantında deyir ki, balıq və çipsi Birləşmiş Krallıq balıq və çipsi birlikdə satan ilk ölkə deyildi. Okey, onun onsuz mətnin əvvəllərində bizə verilib. Yenə bunun qəzetlə, qidanın qəzetə bükülməsi ilə əlaqəsi yoxdur. İndi qayıdaq mətnimizin davamına. Burada qalmışdıq 5-ci abzasda. The popularity of other takeaway meals such as pizza or burgers has certainly led to a decline in the number of fish and chips shops. Digər götür apar yeməklərinin şöhrəti, məsələn pizza, burger kimi digər daşınma yeməklərinin şöhrəti balıq və çips mağazalarının sayında azalmaya aparıb çıxardı. Decline, azalma. There are now thought to be around 8,000 of them in the country. Hal-hazırda onlardan 8.000 olduğu düşünülür. Yəni fish and chips shops. This is compared to 35,000 in 1930s. Bu 1930'larla müqayisədə 35.000 idi. But this is still a huge number when compared to some of the well-known fast food businesses. Lakin bu yenə də tanınmış fast food biznesləri ilə müqayisədə böyük bir rəqəmdir. İndi gələk suallarımıza, true-false suallarına. 11.1'də There are not so many fish and chip shops in the small towns of the UK. Birinci cümlədə biz belə bir cümlə gördük, amma diqqətli tərcümə etmək lazımdır. Burada deyir ki, Birləşmiş Krallığın balaca şəhərlərində çoxlu balıq və chips mağazaları yoxdur. There are not. Balıq və chips mağazaları yoxdur. Burada isə deyir ki, balıq və chips mağazası olmayan şəhər tapmaq mümkün deyil. Yəni elə bir şəhər yoxdur ki,
balıq və chips satmasın. Orada balıq və chips mağazası olmasın. Bu nə deməkdir? Yəni hər şəhərində, hər kəndində balıq və chips mağazası var. Bu isə deyir ki, orada çox da balıq chips mağazası yoxdur. Ona görə səhvdir. 11.2-də the number of fish and chip shops has decreased. Decreased azalma deməkdir. Due to other takeaway meals. Digər götür apar qidalarına görə, digər daşınma qidalarına görə balıq və chips mağazalarının sayı azalıb. Bəli, biz burada qeyd elədik ki, pizza, burger kimi digər daşınma qidalarının şöhrəti fish chips mağazalarının sayında azalmaya səbəb olub, decline-a səbəb olub. Burada da decrease olaraq verib onu ki, azaldıb. Bu düzdür. Üçüncüdə, fried fish and chips were first eaten in the UK. Qızardılmış balıq və chips ilk dəfə Birləşmiş Krallıqda yeyilib. Xeyr, mətnin birinci cümləsində deyir ki, Birləşmiş Krallıq fish and chips ilə məşhurdur. Amma deyir ki, neither fried fish nor chips were first eaten in the UK. Nə qızarmış balıq, nə də chips ilk dəfə Birləşmiş Krallıqda yeyilməyib. Ona görə false. 11.4'də it is proved that Joseph Mellis was the first man who sold fish and chips together in the UK. Joseph Mellis'in Birləşmiş Krallıqda ilk balıq və chipsi birlikdə satan kişi olduğu sübut olunub. It's proved. Amma sübut olunmamışdı. Düşünülürdü. Bəziləri deyirdi ki, Joseph Mellis düşüb burada yazıda. Joseph Mellin idi bunu edən. Bəziləri də deyirdi ki, John Lees'dir. Yəni sübut olunmamışdı ki, tam olaraq hansıdır. Bəziləri belə deyirdi, bəziləri elə. Burada isə deyir ki, artıq bu sübut olunub ki, Joseph Mellin idi. Ona görə false. 12-ci sualı artıq cavabladıq. 13-cü sual decline. Decline sözünün mənasını istəyir. Decline azalma deməkdir. Yəni gücün, sayın, kəmiyyətin, dəyərin tədricən və davamlı şəkildə itməsi. Yəni yavaş-yavaş, davamlı olaraq bir şeyin sayı, kəmiyyəti, dəyəri düşür, itir. Yəni nə olur? Azalır. B-də əksinə bu artmadır, increasedir bu. Ölçünün, miqdarın, dərəcənin artması, rise'dir. C-də bəyənilmə, heyran olunma halı deyir. D-də deməli, hər hansı bir şeyin ağızda buraxdığı dadın sensasiyası, bu ümumiyyətlə də taste sözüdür. Y variantında act or process through which something becomes better, hər hansı bir şeyin daha yaxşı olma prosesi, daha yaxşı olma hərəkəti. Əksinə decline azalmadır, daha yaxşı olma, better ola bilməz bu. 14-də idea of selling fish and chips together, balıq və chipsi birlikdə satmaq ideyası. A variantında qeyd edilir ki, Yahudi səyyahlar tərəfindən İspaniyadan və yaxud da Portuqaliyadan gələn Yahudi səyyahlar tərəfindən ölkəyə gətirilmişdi. Belə bir şey mətndə görmüşük Yahudi səyyahlar, amma onların gətirdiyi şey fried fish idi. Qızarmış balıq, una balanmış qızarmış balıq düşünülürdü ki, İspaniyadan, Portuqaliyadan gələn Yahudi səyyahlar tərəfindən gətirilib ölkəyə. Bu isə bizə təkcə qızarmış balığı demir axı. Bu isə deyir ki, qızarmış balıq və chips ikisinin birlikdə ilk dəfə satılması. Birlikdə satılması, bax bu 3-cü abzasda bizə deyilib. 3-cü abzasda nə deyir? Deyir ki, dəqiq bilinmir. Bəziləri deyir ki, Joseph Mellin eləyib bunu, 1860-cı ildə Joseph Mellin eləyib. Bəziləri deyir ki, 1860-da John Lees, Lancashire'da bir marketdə John Lees satırmış. Bu ikisinin birlikdə satılması. B-də deyir ki, ya Fransadan ya da Belçikadan gəldiyinə inanılır. Bu da qızarmış kartof olmalıydı, chips. Chipsin Fransadan ya da Belçikadan gəldiyinə inanılırdı. Birlikdə bu ikisinin yox. C-də deyir ki, Joseph Mellin tərəfindən yaradıldığına inanılır, amma 18-ci əsrdə deyir. Orada dedik ki, 1860 deyir. 1860 19-cu əsr olur artıq, 18-ci əsr yox. Ona görə səhvdir bu. D-də deyir ki, 1860-lara qədər heç vaxt
Birləşmiş Krallığa gəlməyib. Amma belə bir şey deyilməyib, bizə heç vaxt gəlməyib. Belə əksinə biz deyirik ki, Birləşmiş Krallıqda 1860-larda deməli Joseph Malin də satırdı, Londonda satırdı, nə bilim, sonra İngiltərənin şimalında John Lees satırdı 1860-larda. Yəni bunlar deyilib bizə. Elə Y variantı da ona uyğundur ki, İngiltərənin şimalında, Lancashire'da John Lees tərəfindən yaradılmış ola bilər. Might be created ola bilər. Yəni sübut olunmayıb bu. Yəni, ola bilər ki, John Lees eləmiş olsun, ola bilər ki, Joseph Malin eləmiş olsun bunu ilk dəfə. 15-də hansı sualın cavabı var? Birincidə soruşur ki, balıq və çips mağazalarının sayının azalmasına nə səbəb olmuşdu? Dedik ki, digər bizneslərin açılması, pizza, burger restoranlarının açılması onların sayında azalmaya səbəb olmuşdu, decline'a səbəb olmuşdu. Birinci cavabı var. İkincidə, Birləşmiş Krallıqda neçə pizza və burger restoranı var? Pizza və burger restoranının sayı verilməyib bizə. Bizə verilən fish and chips restoranının sayıydı ki, deyir hal-hazırda 8000'dir fish and chips. 1930'larda da 35.000 idi. Amma pizza burger restoranlarının sayını biz bilmirik neçədir. Üçüncüdə, ilk fish and chips mağazasının adı nə idi? Dedik ki, ilk dəfə fish və chips bir arada ya Joseph Malin tərəfindən ya da John Lees tərəfindən satılıb, amma heç birinin mağazasının adı bizə verilməyib. Birində deyir ki, Joseph Malin ailəsi bir biznes açmışdı, ilk dəfə qızarmış kartof satırdı, sonra menyuya balıq da əlavə etdi, amma nə idi bunların biznesinin adı deyilməyib. John Lees də ki, İngiltərənin şimalında Lancashire'da bir marketdə, bir marketdə nə idi o marketin adı deyilməyib. Dördüncüdə, Joseph Malin Londonda nə vaxt mağaza açmışdı? 1860'da. Joseph Malin who opened the shop in the around 1860s, 1860'larda. Bu artıq buna cavabdır. Beşincidə, 1930'larda neçə balıq və chips mağazası var idi? Buna bayaq cavab verdik ki, 1930'larda 35.000 idi, hal-hazırda da 8.000 idi. Keçək digər suallarımıza. Mətnləri bitirdikdən sonra bizə 5 test sualı təqdim olunur. Bu 5 test sualının adətən 3'ü qrammatika bazalı olur, ikisi isə tərcümə bazalı olur. Və 16-cı sualımız qrammatika bazalı sualdır. Complete the sentence. Əksər tələbə complete the sentence testlərini tərcümə ilə həll etməyə çalışır. Məsələn, Jamie bilmək istəyirdi ki, Jamie nəyi bilmək istəyir? Baxır, məntiqlə həll etməyə çalışırlar. Amma burada məntiq keçərli deyil uşaqlar. Burada qrammatika ilə tətbiq eləyəcəyik. Birincisi, bizim bir sıra fiillərimiz var ki, ask, tell, wonder, want to know, to be interested in, can you tell me, could you tell me? Hansı ki bu fiillər özlərindən sonra that bağlayıcısını qəbul etmir. Want to know da onlardan biridir. Now'dan sonra that gələ bilər, amma want to know'dan sonra that işlənmir. Ona görə A variantı səhvdir. B variantında why yazıb, sonda for yazıb. Bağlayıcılarda əgər why gördünüzsə, həmişə sonunu bir dənə yoxlayın. Sonda for olmasın. Why ilə for işlənə bilməz heç vaxt. Çünki why niyə deməkdir? For da üçün. Niyə üçün deyə bir şey yoxdur axı. Ya nə üçün deyə bilərsiniz? What for? Ya da təkcə niyə deyə bilərsiniz. Niyə olan yerdə artıq for ola bilməz. C variantında biz deyirik ki, complete the sentence testlərində tamamlıq budaq cümləsini yazırıqsa, bağlayıcıdan sonra arxasıca birbaşa mübtəda gəlməlidir. Bağlayıcının arxasıca birbaşa mübtəda olmalıdır. Amma baxıram when-dən sonra burada were gəlib, xəbər gəlib, köməkçi feil gəlib, to be gəlib. Olmaz. Bağlayıcıdan sonra köməkçi feil, modal feil, to be filan gəlməməlidir. Bağlayıcıdan sonra birbaşa mübtəda gəlməlidir. Olmalıydı when the exam results were declared və oxuyanda belə when were the exam results declared, oxuyanda səsli şəkildə bu daha düzgünmüş kimi səslənir when were demək. Çünki when-i görəndə ağlınıza sual cümləsi gəlir və sualda bəli were keçir əvvələ when were the exam results olur. Amma buradakı when sual cümləsi deyil, sual əvəzliyi deyil. Bu tamamlıq budaq cümləsidir və burada ortadakı when bağlayıcıdır. Bağlayıcıdan sonra isə köməkçi feil əvvələ keçə bilməz, mübtəda gəlməlidir birbaşa. D variantında
Zaman uzlaşması pozulub. Baş cümləmiz keçmişdədirsə wanted verib. Baş cümlə keçmişdədirsə budaq mütləq keçmişdə olmalıdır. Amma burada budaq cümlədə has happened. İndiki bitmiş zaman yazıb, has yazıb. Ona görə bu da səhvdir. Y variantı tamamilə doğrudur. Deyirik ki, ortada bağlayıcı olmalıdır. Bağlayıcıdan sonra mübtəda gəlməlidir. Zamanı da uzlaşıb believed keçmişdə. Hər şey qaydasındadır. 17. Səhv sinonimləri istəyir. Yəni sinonim olmayanı istəyir, belə deyək. Continue davam etmək. Last'ı da biz sifət kimi keçən, keçmiş, sonuncu mənalarında tanıyırıq, amma feil kimi last'ın mənası davam etməkdir. Continue, last, go on. Bunlar sinonimdirlər, davam etmək deməkdir. B variantında prevent qarşısını almaq, avoid bir şeydən qaçınmaq, yayınmaq, uzaq durmaq və bir şeyin qarşısını almaq mənasında da işlənə bilir. Yəni bir-birlərinə sinonim ola bilirlər. Doubt, suspect ikisi də şübhə etmək, şübhələnmək. Order, command. Order sözünün sifariş mənası da var, sıra mənası da var və bir digər mənası da əmr etməkdir. Command da əmr etməkdir. Yəni bunlar bir-birinə sinonim olurlar. Amma C variantında rise qalxmaq deməkdir, lift isə qaldırmaq deməkdir. Bunlar bir-birinə sinonim deyil. Biri özü qalxır, birini isə kimsə qaldırır. Ayrı-ayrı şeylərdir. Bunlar sinonim deyillər. Düzgün cavab olur C variantı. 18. Məchulda olan cümləni istəyir. Məchulda əgər sizə deyirsə ki, məchulda olan cümləni seç. Əgər cümləmiz nəqli formada olsa, sual cümləsi deyil, nəqli formada olsa, bu halda biz axtarırıq to be və üstəgəl V3. Bunu bir arada axtarırıq. V3 dediyimiz şey verb 3. Qaydalı feilin idili formasıdır. Məsələn, translate, translated qaydalı feilin idili formasıdır. Qaydasız feillər cədvəlində 3-cü forması. Yəni, məsələn, write, wrote, written. O written olana biz deyirik V3. İndi əgər bu nəqli cümlə olsaydı, mən to be-nin formaları üstəgəl V3. Bunu yanaşı axtaracaqdım. Yəni, am, is, are, was, were, be, been, being üstəgəl feilin idili 3-cü formasını yanaşı axtaracaqdım. Amma görürəm ki, sual cümləsidir. Sual cümləsində sıra qarışır. Və mən to be ilə V3-ü yanaşı görə bilmirəm. Çünki to be sualda keçir cümlənin əvvəlinə. Hamısında görürsünüz, to be əvvəldədir. Və ilk baxanda hamısında V3 də görürəm. Translated var, invited var, daha sonra sent var, hired var. Yəni hamısında to be də görürəm, V3 də görürəm. Hamısı ilk baxışda məchula oxşuyur, hətta bylar falan da var. Məchula oxşuyur. İndi sualda bunu necə yoxlaya bilərəm? Sualda yoxlamağınız üçün bir neçə yol var. Birincisi, sualın əvvəlinə baxın. Əgər sizin cümləniz there is, there are cümləsidirsə, there is, there are ilə başlayan cümlədirsə, bu cümlə məchulda deyil. Baxın birincidə. Were there. Bu are there'ın keçmişidir, there are'ın keçmişidir. Were there eləyib bunu. There is, there are cümləsidirsə, hansı zamanda olur olsun, hansı formada olur olsun, there is, there are məchul deyil. Ona görə bir getdi. İkinci belə bir qayda demişdik ki, sual cümləsinin sonuna baxın. Əgər sualın sonunda sifət ya da yiyəlik varsa, məchul deyil. Sifət ya da yiyəlik. Baxıram mən üçüncünün sonunda incorrect görürəm. Incorrect yanlış deməkdir, sifətdir. Deməli, bu da məchul deyil. Amma bu dediyim qayda sual cümləsi üçün keçərlidir. Nəqli cümlənin gedib sonunda sifət axtarmayın. Cavabımız qalır 2 və 4. İkincini nəqli formaya çevirsəm olur this man are invited, məchul yaradır, dəvət olunublar. Dördüncünü çevirsəm hired sifət deyil, hired işə alınıb V3'dür, feildir. Bunu çevirsəm were hired olacaq. İşə alınıblar, məchul yaradır. 19. Düzgün inkar cümləsini istəyir bizdən. A variantında without özü inkar yaratmır, amma özündən sonraki hissədə inkar və some və some'ın törəmələrini qəbul etmir. Without özündən əvvələ nə istəyirsiniz yaza bilərsiniz without'dan əvvələ. Sadəcə without özündən sonraya some'ın törəmələrini, bir də inkar əvəzliklərini qəbul etmir. Yəni without'dan sonra no deyə bilməzsiniz, some deyə bilməzsiniz. Without'dan sonra işlətsəz any işlədə bilərsiniz. B variantında. B variantı üzr istəyirəm. İlk baxışdan səhvmiş kimi görünə bilər. Çünki biz inkarda deyirik ki,
Eni və enin törəmələri inkardan əvvəldə gələ bilməz. Biz deyirik ki, sam və samın törəmələri inkardan əvvəldə gəlir, eni və enin törəmələri inkardan sonra gəlir. Amma bu qaydanı bir halda poza bilərik. O da əvvəlində if olarsa. Eninin əvvəlində if varsa, o artıq inkardan əvvəldə də, sonrada da işlənə bilər. B variantı düzgün cavabdır. Burada heç bir problemimiz yoxdur. C variantında inkardan sonra samın törəməsini işlədib. Sam və samın törəmələri deyirik ki, inkardan əvvəldə gələ bilər, amma sonra gələ bilməz. D variantında no any ən böyük səhvlərdən biridir. Nə vaxt no any görürsünüz yanaşı, bilin ki, bu həmişə səhvdir. Çünki no isimlə arasına 2 dənə təyini qəbul edə bilir. Bir more, bir də other. Əgər no və ismin arasına mütləq nəsə yazmalısınızsa, yazmaq istəyirsinizsə, araya bir more yaza bilərsiniz, no more problem. Bir də other yaza bilərsiniz, no other problem. Başqa no ilə ismin arasına heç bir təyin, heç bir əvəzlik, heç bir article girmir. Və bunlardan ən çox düşəni, ən çox olan səhvlərdən biri də elə bu no any'dir. No any həmişə səhvdir. Not any ola bilər, no any ola bilməz. Y variantında biz deyirik ki, need öz inkarını o vaxt needn't eləyib özü ilə düzəldə bilər ki, o modal feil olsun. Və modal feil olduğunu hardan bilirəm? Arxasıca birbaşa V1 gəlməlidir. V1 dediyimiz şey tuzsuz məstər. Needdən sonra ancaq və ancaq V1 gələrsə, yəni tuzsuz feil gələrsə, o halda inkarını özü yaradır, needn't olur. Qalan hallarda bunun inkarı do does didlə, köməkçilərlə düzəlməlidir. You don't need to be anxious olmalıydı. Və 20-cidə 20-ci tərcümə bazalıdır. Deyir ki, hər kəs onu belə adlandırır. Çünki o heç vaxt başqa bir şey ya da başqa biri vecinə almır. Heç vaxt heç kimi, heç nəyi ümumiyyətlə vecinə almır. Deməli, heç kimi heç vaxt vecinə almırsa, heç kim heç nəyi vecinə almırsa, o indifferent person olur. Indifferent laqeyd, vecsiz deməkdir. Heç kimi heç nəyi vecinə almırsa, laqeyd, vecsiz insandır. Boastful da negativdir, amma boastful lovğa deməkdir. Lovğa heç kimi vecinə almayan, heç nəyi vecinə almayan insana lovğa demirik biz. Lovğa özünü çox tərifləyir, özündən çox danışır, o lovğa ola bilər. Amma heç kimi vecinə almırsa, o laqeyd, biveci insan olur. Cautious ehtiyatlı, tədbirli, confident özgüvənli, industrious isə çalışqan, zəhmətkeş deməkdir. Bu qədər. Ümid edirəm ki, hər kəsə hər şey aydın olar.